Uşaqlar, mən indi sizə səhifə 53-də olan misallardan kömək edəcəyəm. Açaq görək 53-də hansı misallar var. 53-də deməli birinci burada mən düz bunların şəkillərini çəkməmişəm. 3 bənd var birincidə. A, B, C bəndi. Altında kiloqramla verilib. Bu kisələrin içərisində olan yəqin ki meyvədir. Kisələr deməli ki kiloqramla verilib. Qramla verilib. Burada yox, kiloqramla verilib. Qrama çevirin. Burada tonla verilib. Kiloqrama çevirin. Fillə dəvəni. Tonla verilib, deməli kiloqramla verilib maşınların çəkisi, biz onu tonla ifadə eləməliyik. 1. Deməli, bir tam balaca, deməli kisədəki meyvə 1,2 kiloqramdır. 1 kiloqram var. 1 kiloqram var. Bax, o deməkdir ki, 1 kiloqram var. Həm də 1 kiloqramın 2-dən 1 hissəsi var. Kiloqramı 1 kiloqram. Biz baxırıq. Mən dedim ki, mütləq bu kəsirin qabağındakı vahidə baxanda biz bunu 1 nəzərdə tuturuq. 1 kiloqram. Biz 1-i 2 yerə bölə bilmərik. Onda biz bunu qrama çeviririk. 1000. 1 kiloqram 1000 qramdır. Bax, bu da yadınızda qalsın. Bir sözdür bu da uşaqlar. 1 kiloqram 1000 qramdır. 1000 qramı 2-yə bölürük. 500 qram eləyər. 1-ə vursaq. 1-ə vursaq yenə də 500 qram qalacaq. Deməli 1 kiloqram, bu kiloqram 1-ə də aiddir. 1 kiloqram, buradan da yarandı 500 qram. 1 kiloqramı qrama çevirsək, olar 1000 qram bərabərdir. Deməli, bunu mən belə yazım. Birinci bu 1 kiloqram bərabərdir, yazıram 1000. 2-də 1 kiloqramın, yəni 1000 qramın da yarısı eləyir 500. 1500 qram. Qrama çevirdik. 4 kiloqram. Bunun izahında dedim ki, uşaqlar, 1 kiloqram 1000 qramdır. Bəs 4 kiloqram. Bəli, bunu siz də deyə bilərsiniz. 4000 qram. B bəndində olan fillə dəvənin çəkisi tonla verilib, kiloqrama çevrilir. 1 ton 1000 kiloqramdır. Bu, deməli, filin çəkisi 6 tondur. Onda 1 ton 1000 kiloqramdırsa, 6 ton 6000 kiloqramdır. Bəli, biz dəvənin, filin çəkisini artıq kiloqrama çevirdik. İndi gəlirik dəvənin çəkisinə. Ton, yenə deyirəm, qabağında 1 ton deməkdir. 1 ton. Bu kəsiri nəzərə almasaq 1 ton. Tonu 5-ə bölmək olar mı? Bu 1-dirsə, 1 dənədirsə burada. 1 dənə tonu 5-ə bölmək olar. Amma kiloqrama çevirmək. Tonu da kiloqrama çevirsək eləyər 1000. 1000 kiloqram. 1000-i də 5 yerə bölsək 300. Düz deyirəmmi? 1000-i 5-ə bölsək nə qədər eləyər? 300 yox, 200. 200-ü də 3-ə vursam 600 kiloqram. Deməli, 10 dəfə filin çəkisi dəvənin çəkisindən çoxdur. 6000 kiloqram, bu isə 600 kiloqram. 10 dəfə fil çəkisi böyükdür. Bizə verilənə görə. İndi fərqli də ola bilər. Tonla ifadə edək. Və yaxud da sizin başa düşəcəyiniz dildə çevirək. 1000 kiloqram, əvvəldə dedim, 1 tondur. Bəs 3000 kiloqram 3 ton eləyər bu da. Ton sözü qısaca olaraq T hərfi ilə yazılır. T hərfi, tərsinə də deyim, ton deməkdir. Kiçik T hərfi ilə yazılır. Hər hansı bir ədədin
qabağında yazılanda tonu bildirir. İkinci. İkinci burada bax budur. İkinci hanı ikinci? Bax budur. Yazılıb ki uyğun vahidlərlə ifadə edin. Yəni bu verilənləri kiloqramla, bu verilənləri qramla ifadə edin. Məncə ifadə edin sözünü lap sizin üçün başa düşəcəyiniz bir dildə yazmışam ki, bu 4 dənə vahidi çevir, kiloqrama çevir. Yəni 3 ton, 1 ton 1000-dirsə, 3 ton 3000'dir. 3000 kilogramdır. Çevirdik bunu kilograma. Grama. Bunu da kilograma çevirməliyik. Gramdır. 4000 gram var. 1000 gram 1 kilogramdırsa 4000 gram 4 kilogramdır. İndi gəlirəm bu tərəfə uşaqlar. Mən burada istəyirəm bir xət qoyam. Bu 2 dənə çevriləndə qarışmasın. Yəni bu 3,4'də 1 ton bunun davamı deyil. Bu burada qurtarır. Gerek mən biraz bunu bu tərəfə yazardım. Siz isə bu yazılışlara yazanda diqqətli olun, fikir verin. 3,4'də 1 ton. 3 tonumuz var. Kilograma çevirsək 3 ton. Yazıram bura 3000 deməkdir. 3 qalsın. Bəs 4'də 1 ton nə qədərdir? Tonun 4'də 1'i. Məsələn, bax belə bir burada bax belə bir fərz elək belə bir ağır dəmir parçasıdır. Bax bu. Ağır bir çəkisi olan bir dəmirdir, sementdir, 1 tondur. Tonun 4'də 1'i nə olar? Ton özü 1 ton özü bərabərdir. Bu dəmir parçası 1 tondursa, bu da 1000 kilogramdır. 1000 kilogramdır bu dəmir parçasının ağırlığı. Bunu 4 yerə bölürük. Əvvəl 2'yə bölürəm belə. Yəni bu 1000'i 4'ə bölürdük. 1000'i 4'ə böləndə 250. 250. Bu da 250. 250 kilogram eləyər bunlar kilogramlarına. Deməli 4'dən 1 hissəsi. Məsələmizdə deyilir 4'də 1'i 250'dir. 3000 3 tonu kilograma çevirdik. 3000 bu da 250. 3250 kilogram. 250 kilogram. 3250 kilogram. Şimdi gəlir 12000 gram. Sıfırları atsaq, 1000'ə bölsək, kiçik rəqəm almalıyıq da burada. Çünki kiçiki böyüyə çevirəndə qram kiçik vahiddir. Kilogram böyük vahiddir. Qramdan böyük vahiddir. Kiçik ölçünü böyük ölçüyə çevirəndə bölmək lazımdır. 1 kilogram da 1000 gram olduğuna 1000'ə böləndə 12 kilogram. Bunu yəqin ki müəllim dərsinizdə izah edir. Qrama çevir. 15 kilogram 15 dənə 1000 gramlardır. 15.000 gram. 7 kilogram olacaq 7000 gram. Bu da 85. 7085 gram. Q yazım mən elə gram yazır. Bəzən göstərirəm da yazıram. Elə bir dənə Q yazın. Bəsdir. 6 kilogram eləyər 6007 gram. Bərabərdir yazıram. 6007 gram. Təkcə Q hərfini yazdım bir dəfə. 6 kilogram eləyər 6000. 6 kilogram 6000'dir. Bərabərdir. 6000. Bəs 5'də 1'i nə qədərdir? Bu kilogram özü 1000'dirsə, 1000'i 500'ə bölsək 200. Birə də vursaq elə 200 eləyəcək. 6200 gram. Deməli bu bizim ikinci çalışmamız idi. Səhifə 53'te olan səhifə 53'te. Burada bir səhifə 53 yazaq.
3'te olan ikinci çalışmamız idi. Onu da belə yazdıq. Amma siz çalışın ki, köçürməyi cəhd eləməyin, başa düşün. Üçüncüdə də yenə də çevirmədir. Bu dəfən, hər dəfə sizə bu çevirmələr verəndə siz deyəcəksiniz ki, nə var ki, bunu yenə çevirmə, yenə çevirmə. Amma bu sizə verilir ki, dərsi möhkəmlətsin. Bu biliklər sizin beyninizdə daimilik qalsın. 400 qram neçə kiloqramdır? 400 qram neçə kiloqramdır? Bax, belə bir sxemdə çəkmişəm uşaqlar. Kiloqram, başda yazmışam. 1 kiloqramı bölmüşəm 10 yerə. 400 qram gəlib bura düşür. Bax, budur 400 qram. Kiloqramı 10 yerə bölmüşəm. 1, 2, 3, 4, 5, 6, 10 dənə. Bax, 1000 qramı 10'a bölmüşəm. Ondan neçə paydır? 400 qram bura qədərdir. 1, 2, 3, 4. Ondan 4 deməkdir. 0 tam, yəni 1 kiloqram yaranmır 400 qramdan. 0 tam, onda 4 kiloqramdır. 1500 qram. Qramı kiçik ölçünü böyük ölçüyə çeviririk. Böyük vahidə çeviririk. 1000'ə bölürüksə, 1000'ə böləndə də bu 3 sıfırlar gedir. Qalır 15 kiloqram. Sonra 700 qram neçə kiloqramdır? Yine üst tutaq bura. 10 yerə bölmüşük. 700 qram 7 paydır. 10 yerə kiloqramı 10'dan 10 yerə bölünməsindən 7'sidir. 10'da 7. Bax, 700 qram. 0 tam 700 qramdan 1 kiloqram yaranmır ki, biz bura 1 kiloqram yazaq və yaxud 2, 3, 5. 700 qram 1000'dən az olduğundan kiloqram yaranmır. 10'da 7 kiloqram. 290 qram bəs nədir? Bu da eləyir. Biz burada 100'də götürəcəyik. 29. 0 tam 100'də 29 kiloqram. 900 kiloqram neçə tondur? 900 kiloqram tonu 10 yerə bölürük. Biz əvvəlki şəkildə 4 yerə böldük tonu. Tonu, yəni 1000'i, 1 tonu 1000 kiloqramı 10 yerə bölsək 100 kiloqram düşər 10 yerə bölsək. 100'dən 10'dan 9 eləyər. 0 tam 10'da 9 pay düşər. 9 dənə 100 kiloqramlıq var. Bu da eləyir 900. 1500 kiloqram neçə tondur? 1000 kiloqramı 1 ton. 500 kiloqramı da yarı demək. Tonun yarısı. Yarı da 2'də 1'dir. Və yaxud da 0 tam 10'da 5, 2'də 1. 1 tam 2'də 1 də yaza bilərik. 1 tam 10'da 5 də yaza bilərik. 10'da 5 ton. Bu tərəf davam eləyək. 3300 qram. 3003 kiloqramdır. 3 tam. Bəs 300 qram 10'da 3 deməkdir. Kiloqramın 10'dan 3'üdür. 10'da 3 kiloqram. 1100 kiloqram. 1000 olacaq. Kiloqramı çevirsək 1 ton. 1 ton. 100 kiloqramda 10'dan 1 hissəsidir də. Mən şəkildə də göstərdim ki, biz bu 10 yerə bölsək, bu tonluq olan bir dəmiri 10 yerə bölsək, 100 kiloqram düşəcək bir paya. 100 kiloqram da onda 1 deməkdir. Ton. 2500 kiloqram. 2 ton 10'dan 5 paya. Bu üçüncü idi. Dördüncüyə baxaq indi. Dördüncüdə birinci əvvəlcə kitabda baxaq uşaqlar, izləyək buna. Millimetrlə, millilitrlə, litrlə, millilitrlə, litrlə. Əvvəlcə millilitr, litr, millilitr, litr çevirəcəyik aşağıda verilən ədədləri. Çəkmişəm şəkilləri.
millilitrlə. Millilitr verilib burada. 4000 millilitr. Bəlkə səhv yazmışam mən burada. Hə, çevirin deyir. Sonra bunların cəmini tapın və cəmlərini tapın. 4000 millilitr üstəgəl, bax burada yazıram, 4000 millilitr üstəgəl, altdan belə yazacağım. 2/1 litr. 2/1. 1 litr 1000 millilitrdir. 1000 millilitrdir. Yarısı isə 2/1 yarı deməkdir. 2 yerə bölüb yarısı 500 millilitr. 500 millilitr. Bu da eləyir 4500 millilitr. Birinciyə baxaq, litrlə. 3000 litrə çevirib sonra toplayırıq. 3000 3 litrdir. 3 litr. 1,4 litr. Elə bu çevrilib də hazır. 1,4 litr. 1 tam. Qoy mən əvvəlcə uşaqlar. Bu biri onluq kəsirdi. İkisi də hazır. Bunu çevirdik. Bunu isə çevirmək lazım olmadığından. Birinci istəyirəm bunu yazam. Çünki burada bir ədəd var. Çevirdim. Bir dənə 3 oldu. Bax buraya yazdım. Burada isə 2 dənə ədəd var. 2 ədədi yuxarı yazıram. Bunun üstünə xətt çəkirəm. Toplayanda 1,4 litr üstə gəl. Bundan yarandı, bundan tapdığım litrə çevirmişəm. Olub 3 litr. 3 litr tamın altında düşür. Və bu da belə yazmalıyıq. Biz əvvəldən demişdik toplayanda. Litrlərdə göstərirəm. 4,4 litr. C-cidə litrlə millilitrlə verilib. 3 tam, bunu nəyə çevirməliyik? Millilitrə. Bu olacaq elə 600 millilitr verilib. Olduğu kimi qalır. Çevirmirik. 3 litr 3000. 3000. 2/1 litr. Litr özü 1000'dir. 1000'in yarısı 500. 3500 millilitr. Ml. Üstə gəl 600. Deməli, biz bütün misallarda birini verilən 2 dənə ölçüdən birini çevirdik, birini çevirmədik. Hərəsindən birini çevirdik. Toplayanda eləyər 4100 millilitr. İndi ruçka açıq olduğundan mən bir qədər yuxarı qaldıracağım, daha dəqiq görünsün. Siz də belə əlinizi saxlayıb yazıdan oxuyan vaxtınıza düşsə, mütləq bəyənin uşaqlar. Millilitrə çeviririk. Bu isə millitrlə verilib. Bu millilitrdə verilib bizə. Litrə çeviririk. Bu olacaq. Hər ikisini çeviririk burada amma. 5000 millilitr 5 litr deməkdir. O biri isə litrlə. Litrin 5/4. Litr 1000'dir. 1000'i 5'ə bölürük. 200. 200'ü də vururuq 4'ə. 800. 800. Bu da 5000. 5000. Ya 5000 5 eləyir. 800. Yox, mən litrlə verilib. Baxın, bunu çevirmirəm. Elə litrlə verilib. 5/4 litr. Bunu biz litrlə də saxlamalıyıq. 5/4 litr 800 millilitrdir. Qoy bunu biraz belə yazdım. 800 millilitrdir. Bu da bərabərdir. Litrə çevirək bunu əvvəlcə. 10'dan 8'i 0 tam 10'da 8 litrdir. Üstünə gəlirik 5 litri. Buradan da 5 litr alırıq. Litrlə ifadə eləməliyik. 0 tam 10'da 8
litr üstəgəl 5 tamın altına düşür. Vergül 0 əhəmiyyəti yoxdur, amma tələb olunur ki, yazaq. 8 5 tam onda 8 litr. Bu da burada da litr olmalıdır uşaqlar. Deməli, bu bununla alt-alta toplanmır ha. Bax bu ayrıdır. Bu çevirməyə aiddir. Buna aiddir yuxarıya. Bu iki dənə də topladıq. Bu qədər uşaqlar. Bu da səhifə 53-də olan